İşə başlamaq həm həyəcan verici, həm də çaşdırıcı ola bilər. Yeni adlar, yeni sistemlər, yeni mühit və yüzlərlə sual. Azərkosmosda biz bu yolda yeni işçiləri tək buraxmırıq. Burada hər bir əməkdaşın yanında onun buddy, yəni dost həmkarı var. Buddy yeni əməkdaşa ilk 2 ay ərzində dəstək göstərən, yol göstərən və onun təşkilata adaptasiya dövrünü daha asan edən əməkdaşdır. O təcrübəsi, anlayışı və səmimiyyəti ilə bu yolda yeni əməkdaşın yol yoldaşıdır. Buddy roluna təyin edilən əməkdaşlar müəyyən meyarlar əsasında seçilir. Əlçatan və səbirli olmalı, məsuliyyətli və dəstək göstərməyə həvəsli, təşkilat dəyərlərini daşıyan, yüksək ünsiyyət bacarıqları olan əməkdaş, ən azı 1 il iş təcrübəsi olması nəzərə alınmalıdır. Dost həmkar yeni əməkdaşı sadəcə xoş qarşılayan insan deyil. O, həm də bir çox praktik dəstəyi təmin edən şəxsdir. O, təşkilatı və prosesləri öyrənmək, digər komandaların əməkdaşları ilə işgüzar əlaqələr qurmaq, təşkilatın mədəniyyətini, missiya, baxış və dəyərlərini öyrənmək üçün lazımi məlumatlar və resurslar paylaşır. Dost həmkar proqramında olmazlar. Sualları səbirsizcə cavablandırmaq olmaz. Bilmirəm, baxarsan deməklə məsələni yola vermək olmaz. Qeybət, şayiə və mənfi yanaşmalarla yeni əməkdaşı yanlış istiqamətə yönləndirmək olmaz. Yalnız texniki izahla kifayətlənmək olmaz. İnsani tərəf də vacibdir. Yeni işçiyə qarşı səbirsizlik göstərmək olmaz. Sadə sualları yola vermək, özün baxarsan demək olmaz. Yeni işçini tək buraxmaq, görməməzliyə vurmaq olmaz. Dost həmkarın uğurlu olması üçün rəhbərin dəstəyi həlledicidir. Rəhbər münasibətləri izləməli, dəstək verməli və düzgün namizədi seçməlidir. Dost həmkar sadəcə prosedur deyil. Bu, yeni əməkdaşın təşkilata necə uyğunlaşmasında və onun davranışlarını düzgün istiqamətləndirən insandır. Dost həmkarın düzgün və meyarlara əsasən seçimi yeni işçinin adaptasiyasında böyük rol oynayır. Bu proqram yalnız yeni əməkdaşa yox, həmçinin buddy'nin özünə, rəhbərə və təşkilatın özünə də böyük fayda gətirir. Yeni işçilər bu dəstək ilə daha güvənli hiss edir, təşkilata və proseslərə daha tez uyğunlaşır. Dost həmkarlar bu rolu icra edərək liderlik, sahiblənmə kimi bacarıqları artırır. Nəticədə isə yeni işçinin prosesləri daha keyfiyyətli, məsuliyyətli icra edərək öz vəzifələrində daha sürətlə töhfə gətirmək üçün hazır olurlar. Azərkosmosda hər başlanğıc dostcasına olur. Biz yeni işçilərin təşkilata, proseslərə və yeni həmkarlara rahat uyğunlaşmasını üstün tuturuq. Dost həmkar ilk gündən yanında olan güvən və dəstəkdir. Bu münasibətlərin rəsmi müddəti 2 ay olmasına baxmayaraq, yeni əməkdaş öz dost həmkarına, digər həmkarlara və rəhbərinə hər zaman müraciət edə bilər. Təşkilatımıza qoşulan bütün yeni həmkarları salamlayırıq və uğurlar arzu edirik. Bəlkə növbəti dəfə sən birinin dost həmkarı olacaqsan. Dost həmkar proqramı 2 ay davam edir. Lakin bu əməkdaşlıq münasibətləri proqramın rəsmi tamamlanmasından sonra da ehtiyac əsasında davam etdirilə bilər. Dost həmkarlar üçün hazırlanmış bu video proqramın və rolun təsvirini əhatə edir. Həmçinin əməkdaşlar buddy kitabçasından da istifadə edə bilərlər. Əlavə dəstək lazım olduğu halda birbaşa rəhbərinə və təlim inkişaf bölməsinə müraciət edə bilərlər. Proqramın sonunda yeni əməkdaş tərəfindən öz dost həmkarı və proqram qiymətləndirilir. Nəticələr feedback management modulu üzərindən kommunikasiya edilərək növbəti inkişaf addımları qeyd edilir.